Yəqin ki, əlinizi sabunlayarkən köpüyün üzərində olan rəngli görüntü diqqətinizi çəkib. Sabun köpüyündəki o möhtəşəm, dəyişən rənglər bir çox insan üçün sadəcə gözəllikdir. Amma əslində işığın interferensiyası ilə birbaşa bağlı fiziki hadisədir. Sabun köpüyü çox nazik, şəffaf bir təbəqədir. İki qat arasında hava olur. İşıq bu nazik təbəqəyə düşəndə bir hissəsi üst səthdən əks olunur, digər hissəsi sabunun içərisindən keçib alt səthdən əks olunur. Bu iki əks olunmuş dalğa bir-biri ilə qarşılaşır. Əgər uyğun gəlsələr, bir-birini gücləndirir, parlaq rənglər yaranır. Əgər əks gəlsələr, bir-birini zəiflədir və yaxud da tamamilə yox edir. Köpük hər yerdə eyni qalınlıqda olmadığı üçün gözümüz dalğa-dalğa dəyişən rənglər görür. Yəqin ki, bundan sonra bu rənglərə adi gözəllik kimi yox, fizikanın həyatımızın hər anında olduğunu hiss edərək baxarsınız.